Gecəniz xeyir bir daha. Salamlayıram sizləri. Bir tərəfdən baxmadığım Uzaq Şəhər kinosu baxıram, çünki dünən baxa bilməmişəm. O birisi tərəfdən də yeməyimi yenə də hazırladım. Sabah kələm dolmamız var. Əllərinə sağlıq. Bəh. Fukur qaynayır. Siz sevirsiniz mən belə yemək hazırlayanda, düzdür, hazırlayanda tez-tez elə tez tələsik elədim. Əslində canlıya da girmişdim, kinoya da baxırdı bir gözüm. Amma dedim ki, belə də olsa çəkimdə, qazın ətrafında. Qəşəng. Bu günləri yeməyimiz qutardı, sabaha da dolmamız var. Amma bu günləri sonuncu qreçka qıyma ilə yedik yenə də. Biz bilməyəndə nə bişirək, axırı uşaqlar deyir ki, mama qreçka pişir. Çox sevirlər qreçkanı qıyma ilə, dadlı eləyirəm. Ola başqa şeylər də qatıram, maraqlı olur. Soğan çalır, belə qəşəng markoflu falan. Yenə də bizdən belə dolmadır. Və siz hansı dolmanı xoşlayırsınız? Yarpaq, yoxsa kələm? Misal üçün, mən desəz ən çox kələm. Ucuk sizi, mənim beybilərim.